Sıfırdan biznes qrup mağaza açıram gün 2. Artıq mən mağazaya gəlincə qardaşım Gil Evrahomdan lazım olanları alıb, hətta işə başlamışdılar. Bu gördüyünüz tavan üçündür. Çünki tavanı bizdən öncə kimlər burada istifadə eləyibsə çox pis günə qoy və çox pis görüntüsü var. Ona görə məcburən onları üzərindən vuracağıq. Mebel ustası da gəlmişdi. Bugün ölçüləri götürüb, düzü bir neçə mebel yeri ilə danışmışıq. İndi dəqiq hansından işləyəcəyik hələ bilmirəm, amma ən münasib qiymətli olanı təbii seçib işləyəcəyik. Sizinlə də bölüşəcəm hazır olduğu gün. Daha sonra mən evə gəlirəm, yemək hazırlayıram. Bugün mama yox idi, özüm hazırlamaq məcburiyyətində idim. Hazırlayıram, gəlirəm bura, yeməklərim falan yeyirlər və göstərim ki 119 nömrəli avtobusda düz bizim mağazanın yanında dayanacaqdır. Soruşursunuz ki, nə mağazası olacaq? Mağazamız ətir və aksesuar olacaq. Mən artıq 3 ildən çoxdur ki, bu sahə üzrə çalışıram və artıq mağaza açmaq haqqım idi deyə düşünürəm. Qiymətlər çox münasib olacaq. Həm də keyfiyyət çox yüksək olacaq. İstər ətirlərimizdə, istər aksesuarlarımızda. İnşallah ki, mağazamda sizləri gözləyirəm. Bu arada dəstəyiniz üçün çox sağ olun. Həqiqətən də heç tanımadığım, tanıdığım o qədər gözəl dəstək olursunuz ki, hələ sabahları mənə bir çox qohumlarım və tanışlarım köməyə gələcəklər. Çox sağ olun. Çox təşəkkürümü bildirirəm. Həqiqətən də heç tanımadığım adamların xoş sözləri mənə o qədər həvəs verib, o qədər motivasiya vermisiniz. Çox sağ olun. Hər kəsə çox təşəkkürümü bildirirəm. Sonda isə artıq təbii ki, axşam olur. Tam işləri çatdıra bilmirik. Sabaha da qalır. Sabahlarda bölüşəcəm sizə nələr elədiyimizi. Raminlə bərabər yığışdırırıq. Qardaşımın əziyyəti danılmazdır. Hər kəsə çox təşəkkürümü bildirirəm. Biz orada köməklik göstərən, adlarını çəkməsəm də, amma doğrudan da çox böyük dəstəkləri və köməkləri olur. Çox sağ olun. Və orada gördüyünüz kimi kuxnanın qapısı var. O kuxnanın qapısına da mən muncuqlu pərdələr almalıyam. Daha sonra şüşələr tamamilə rəngi dəyişilməlidir. Mağazaya mebelidir, dekorudur, rənglənməsidir. Hələ bunlar qalıb. Mənə dəstək olmaq üçün takib etməyi və videonu bəyənməyi unutmayın. İndi mən tavanı da göstərəcəm ki, məncə yaxşı eləyib vururuq. Çünki əvvəlki görüntü çox pisdir. Artıq gün bitdi, işləri bitirib evə gedirik. Hələlik.